Salam olsun izləyən hər kəsə. Heç elə bir aboy indiyənə kimi qarşınıza çıxıb ki, etiketində açıq-aşkar yazsın ki, bu aboyun stikləri, yəni birləşmələri bilinə bilər. Bir aboy haqqında danışmaq istəyirəm. Deməli, Tiffany Almaniyanın aboyudur. Əl işi olan bir aboydur və etiketində açıq-aşkar yazılıb ki, bu aboyda rəng fərqləri və birləşmələri, yəni rəng fərqləri fərqlənə bilər, birləşmələri bilinə bilər, bilinməlidir. Yəni bu əl işi olan bir aboyun özəlliyidir. Aboy bu formadadır belə. Baxın, belə bir formadadır. Arxası filizlindir. Üzərində bu parıldayan yerlər, hansı ki bu xəttlər, deməli filizlin üzərindən alüminium folqa çəkilib, sonra isə bu hissələr kusok şpon taxtadır. Yəni ağac şponudur və bunlar bir-bir bura əllə yapışdırılıbdır. Baxın, bu xırda hissələrə qədər hamısı əllə yapışdırılıb. Ona görə də etiketində qeyd olunur ki, birləşmələri bilinə bilər. Biz bu aboyu vurduq və belə deyim, zavod birləşməsini qoyanda, zavodskoy stiklə qoyanda bəzi yerlər aralı qaldığına görə mən onu bir balaca üst-üstə mindirib kəsinti ilə vurdum ki, çünki etiketində yazsa belə bəzi müştərilər o stik məsələsini bizdə qəbul eləmirlər. İnşallah gələn videoda da vurulmuş hazır formasını paylaşacağım.